Yay da bitdi. Avqustun artıq 20-sidir bugün. Hətta 2026-nın sonuncu aylarındayıq və sən hələ də öz istəklərinə, təliminə, biliyinə, arzularına, qurmaq istədiyin biznesə yatırım eləməmisən. Mənə həqiqətən çox maraqlıdır ki, sən nəyi gözləyirsən? Ola bilər məni seçməyə bilərsən, ola bilər başqa müəllimi də seçə bilərsən, heç bir fərqi yoxdur, amma nəyi gözləyirsən? Yenə kənarda sənin yaşıdların, yenə kənarda səni sevənlər, səni sevməyənlər, fərqi yoxdur. Onlar öz arzuları üçün addım atırlar və sən sadəcə hal-hazırda nəyi gözləyirsən? Əgər deyirsən ki, mahal, hardan başlayacağımı bilmirəm, necə başlayacağımı bilmirəm, ürəyimdə, beynimdə, arzularımda həqiqətən məni gecələr yatmağa qoymayan o biznes üçün necə addım atacağımı bilmirəm, marketinqə hardan başlayacağımı bilmirəm deyirsənsə və ən əsası sən məni seçmək istəyirsənsə, mənim növbəti storimə diqqətlə qulaq asmağını xahiş eləyirəm. Bax mənim əziz dostum. Bu 6-cı gün avqust ayının 22-si. Mənim marketinq qrup 36-ım başlayır. Hətta bu qrupa sən ola bilər ki, bu yay ərzində bir neçə yerə pul xərcləmisən, əylənmisən, təbii ki, dincəlmisən. Bu sənin təbiətən haqqındır. Və hal-hazırda sırf bu işləri gördüyünə görə sənə mən xüsusi endirim eləyirəm ki, ola bilsin ki, sənin əlində, büdcəndə müəyyən bir çatışmazlıqlar var. Tam 100 AZN endirim eləyirəm. 6-cı gün başlayırıq. Təlimimiz həftədə 2 dəfədir. Hər dərs 2 saatdır. Onlayn olaraq olacaq. Hətta sən bu dəqiqə rayonda belə ola bilərsən, xaricdə belə ola bilərsən, fərqi yoxdur. İstədiyin yerdən, istədiyin rahatlıqla qoşula biləcəyin təlim proqramı var. 12 dərsdən ibarətdir. Sonda rəsmi möhürlü sertifikat verirəm. Hər şey mükəmməl səviyyədə öyrədilir. Bu mənim dayanmadan həyata keçirdiyim 36-cı qrup və 11 mindən çox təlim. Bu təlim proqramında Instagram, Facebook, YouTube, TikTok, LinkedIn platformalarının A-dan Z-ə qədər, hər bir xırda detalına qədər yazdırıram, sual cavab eləyirəm, ev tapşırıqları verirəm. Birəbir o tapşırıqların hamısını şəxsən mən özüm yoxlayıram, səhvlərinizi deyirəm. Bu kifayət eləmir. Təbii ki, bizim reklamlarımız üçün hədəf kütlələrinin yaradılması olsun, buna targeting deyilir. O hədəf kütlələrinə yenidən reklam vermək olsun, buna retargeting deyilir. Bunları öyrədirəm. Yerləşdirdiyimiz reklamların necə düzgün formada analiz eləyə bilərik, bunları öyrədirəm. Çalışdığımız freelance işlərlə şirkətlərə necə analizlər verə bilərik, reportinglər verə bilərik, bunu öyrədirəm. Hər bir şey dediyim kimi burada yüksək səviyyədədir. Təbii ki, bu kifayət eləmir. Google Analytics'imiz var, hansı ki istəyir bizim Facebook'umuz olsun, Instagram'ımız olsun. Gəlin növbəti storyaya, qaçın. Story'nin bir dəqiqəlik olması həqiqətən bir challenge-dır insanlar üçün. İstəyir Instagram, istəyir Facebook səhifələriniz olsun, istəyir sizin saytınız varsa saytınız olsun. Son 365 gün ərzində 3 saniyə belə olsa sizin səhifənizə, saytınıza daxil olan insanlara yenidən reklamlarınızı necə göstərə bilərsiniz? Misal üçün bir insan çəhrayı rəngdə bir koftaya baxmışdı. İmенно o koftanı yenidən o müştəriyə necə dəfələrlə göstərib satış eləyə bilərsiniz? Bunu öyrədəcəm. Google Analytics var, hansı ki saytınızın analizidir. Saytınız yoxdursa belə mən sizə demo versiya verəcəm ki, analiz eləmək öyrənəsiniz. Google Ads platforması var. Marketinqin ənənəvi tərəfindən də təbii ki, təxmini bir 15-dən hətta çox deyərdim bizim mövzularımız var. Yəni dostlar, yoxdur bu təlimdə. Xahiş eləyirəm, yenə deyirəm, məni seçməyə bilərsiniz. Digər həmkarlarımı da seçin. Amma ən az səhəsi özünüzü seçin. Bu haqda da məlumat verim, sonra istirahat buraxacağam. Baxın, bu təlim kimlər üçündür? Çünki istər-istəməz biz təkliflər veririk, amma digər şəxslər bilmir də. Yəni insanlar bilmir ki, qoşula bilməlidirlərmi, qoşulmalıdırlarmı və yaxud da qoşulmamalıdırlar. Baxın mənim əzizlərim, marketinq sahəsi elə bir sahədir ki, buna qəssab da qoşulmalıdır. Hər hansısa bir holdingin CEO-su da qoşulmalıdır. Biznes sahibi də qoşulmalıdır. Yeni başlayanda qoşulmalıdır. Bu sahədə illərlə olan da özünü təkmilləşdirməlidir. Çünki fərqi yoxdur. İstəyir riyaziyyat müəllimi olun, istəyir mahal olun, istəyir ət satın, fərqi yoxdur. Nəticədə hər kəs öz müştərisinin, potensial müştərisini real müştəriyə gətirmək istəyir və yaxud da potensial müştərini öz ayağına rahatlıqla gətirmək istəyir. Nəticədə bütün bizneslər mənfəətə, müştəriyə,
ünvanlandığı üçün hər kəs marketinqi bilməlidir. Növbəti storydə bir dənə də deyəcəm, sonra bitdi. Deməli, kütlə iki hissəyə bölünür toplamda. Rəhbər şəxslər, idarə heyətləri və adi sıravi çalışanlar. Rəhbər şəxslər bunu ona görə bilməlidirlər ki, marketoloqlar hər hansısa bir iş görəndə onları rahatlıqla izləyə bilsinlər, səhvlərini tuta bilsinlər, yeri gələndə onların dilindən anlaya bilsinlər, onların dili ilə danışa bilsinlər. Onlar dediyimiz, yəni biz marketoloqlarıq. Danışa bilsinlər, bizim səhvlərimizi tuta bilsinlər, bizdən rahatlıqla reportinglər tələb eləyə bilsinlər. Bəzi teoriyalar var, terminlər var ki, bunları biləndə rahatlıqla istədiyini tələb eləyə biləcəklər. Və biz bu günlərin video viewsa reklam yerləşdirəndə həmin şəxs bizdən sırf video viewsda niyə mesaj gəlmədi deyə sual verməyəcək. Avtomatik olaraq özü bunu bilir axı. Çox da rahat bunu öz beynində analiz eləyə biləcək. Digər marketoloqlar isə zaten bu bizim peşəmizdir və biz bunu mükəmməl səviyyədə öyrənməliyik ki, həm pul qazanaq, həm də